Ölkəmiz öz suveren əraziləri daxilində Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhid olan hərbiçilərimizdən biri də mayor Nəcəfi Elxan Şükiroğludur. Nəcəfi Elxan Şükiroğlu 1986-cı il aprel ayının 14-də Ağdam rayonu Yusifcanlı kəndində anadan olmuşdur. Elxan Nəcəfi orta təhsilini Bakı şəhəri 196 sayılı tam orta məktəbində almışdır. Elxan 7 yaşında olarkən atası 1-ci Qarabağ müharibəsində şəhid olur. Bu hadisədən sonra Elxan hərbiçi olmaq qərarını verir. O, orta təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirir. Daha sonra Heydər Əliyev adına ali hərbi məktəbə qəbul olur və leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən en sayılı hərbi hissədə xidmətə başlayır. Xidməti dövründə nümunəvi hərbi xidmətinə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub. Elxan Nəcəfi həmçinin xidmət dövründə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallarla təltif edilmişdir. Mayor rütbəsinə yüksələn Elxan Nəcəfi 2-ci Qarabağ müharibəsində tabor komandirinin müavini kimi Cəbrayıl istiqamətində döyüşlərə qoşulur. Nəcəfi Zəngilan, Cəbrayıl və Qubadlının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Torpaqların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. O, həmçinin 2023-cü ildə antiterror əməliyyatlarında böyük şücaətlər göstərib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olur. Elxan Nəcəfi evli idi, bir övladı yadigar qalıb. Nəcəfi Elxan Şükiroğlu təntənəli mərasimlə 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə mayor Nəcəfi Elxan Şükiroğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni və vətən uğrunda medalı ilə təltif edilmişdir.